Salam, hər birinizi xoş gördük. Bugün say sistemləri mövzusuna aid 30 sualdan ibarət olan sınağımıza baxacağıq. Hər bir sualı addım-addım izah edəcəm. Tövsiyə edirəm ki, hər bir sualı əvvəlcə özünüz işləyin, daha sonra mənim verdiyim izahı uyğun yoxlayın. Elə isə vaxt itirmədən başlayaq. Başlayaq birinci sualdan. Bizə belə bir ədəd verilib ikili say sistemində. Bizdən tələb olunur ki, onu onluğa keçək. Birlikdə istənilən say sistemindən onluq say sisteminə keçərkən həmin ədədi üzərində sağdan sola doğru 0, 1, 2, 3, 4, 5 şəklində nömrələyirik. 0 yazılanları silirdik, çünki hansı ədədi 0-a vursaq nəticəsi 0 olacaq. Daha sonra da hər bir verilmiş ədədi say sistemi əsasının müvafiq qüvvətinə vurub toplayacağıq. 1-i vururam 2 üstü 5-ə, üstünə gəlirəm 1 vuraq 2 üstü 4, üstə gəl 1 vuraq 2 üstü 0. 2 üstü 5 32, 2 üstü 4 16-dır, 1-ə vururam 16, 2 üstü 0 1 deməkdir, istənilən ədədin üstü 0 1 verir, 1-i 1-ə vururam 1. Toplasam eləyəcək 49. Cavab olur B variantı. Növbəti sualda bizə deyir ki, bu ədədlər üçün hansı münasibət doğrudur? Bu tip ədədləri müqayisə etmək üçün arzulunandır ki, hamısını onluq say sisteminə gətirək. İndi istənilən say sistemindən onluğa keçəndə də bayaqki qaydada kimi üzərində sağdan sola doğru 0, 1, 2, 3 və s. şəklində nömrələyirik. Buna da yazıram. İndi gəlin hesablayaq. 1 vuraq 2 üstü 4. Üstə gəl 1 vuraq 2 üstü 3. Üstə gəl 1 vuraq 2 üstü 2. 1 vuraq 2 üstü 1, üstə gəl 1 vuraq 2 üstü 0. 2 üstü 4 16, 2 üstü 3 8, 2 üstü 2 4, 2 üstü 1 2, 2 üstü 0 1. Bunları toplasaq bizə verəcək 31. İndi digərini hesablayıram. 2 vuraq 16 üstü 1, üstə gəl. C bilirik ki 12 deməkdir. 12 vurulsun 16 üstü 0. 2-ni 16-ya vururam 32, 16 üstü 1 16 deməkdir. 16 üstü 0 1-dir, 1-i 12-yə vururam 12. Bunu da toplasaq eləyər 44. A oldu 31, B oldu 44, C də 30 idi. Müqayisə etsək ən kiçik C-dir, daha sonra gəlir A, sonra da gəlir B. Cavab oldu Y variantı. Növbəti sualımız ABC-də hərfləri uyğun olaraq bu ikili ədədlərlə kodlaşdırılmışdır. B, A, C-də simvollar ardıcılığı bu qayda ilə kodlaşdırılaraq 16-lıq say sistemində yazılarsa hansı ədəd alınır? Yəni, bu kodları bu ardıcılıqla yazacağıq. B-nin kodu nədir? Baxın, müvafiq olaraq B-yə düşür 0, 1. A-ya düşür 0, 0. C-yə düşür 1, 0. D 4-cü yerdədir, buna da düşür 1, 1. İndi mən bunu ikili say sistemində göstərdim. Mənə dedim 16-lığa keç. Y istəyərik bunun üzərinə sağdan sola doğru 0, 1, 2, 3, 4 və s. yazıb onu onluğa keçərik. Sonra yenidən 16-ya bölərək 16-lığa keçərik. Ya da bizim qısa 8, 4, 2, 1 qaydamız var. 16-lıq olduğuna görə 16, 2 üstü 4 deməkdir. Yəni 4, 4 böləcəm. Sağdan sola doğru 4, 4 hissəyə ayırdım. Və bunların hər birinin üzərinə 8, 4, 2, 1 yazdım. Sıfır olanları silirəm. Sıfırların bir önəmi yoxdur. Hansının altında 1 yazmışamsa onu toplayacağım. Bu eləyir 4. Burada da 8-in 2-nin 1-in altına 1 yazmışıq. Bunları toplasaq eləyir 11. 4 olduğu kimi qalır. 11 deməkdir B. Cavab olur Y variantı. 411 yazmayın. 11 16-lıq say sistemində B deməkdir. Diqqətli olun. Daha sonra deyir uyğunluğu müəyyən edin. 10-luqdadır, hamısını 16-lığa keçəcəyik. 195-i 16-ya bölə-bölə gedək. 19-un içində bir dəfə 19 çıxdım, burada qaldı 35, 35-in içində 16 2 dəfə. Çıxdım 32, burada qaldı 3. 12 16-ya bölünmür ki, bölünmür. Deməli, sağdan sola doğru götürürəm. 12 C deməkdir, 3-də 3. 1-i oldu A. İndi ikincini yoxlayıram. 375 bölürəm 16-ya. Əgər burada diqqətli olun, 8-lik say sistemi desəydik, 8-likdən 10-luğa gətirəcəkdik. Ondan sonra 16-lığa keçəcəkdik. İndi 16-ya bölürəm 2 dəfə, çıxdım 32, burada qaldı 55, 55-in içində 16 3 dəfə, çıxdıq 48, qaldı 7.
23 əldə 16-ya bölünür. Bölürəm 16-ya. Bir dəfə çıxdım 16, qaldı 7. Sağdan sola doğru tərsinə götürürəm. Olur 177. Cavab olur B variantı. 23 yanına 7 yazıb 237 götürmək olmaz. 442-ni bölürük 16-ya. 44-ün içində 2 dəfə çıxdım 32. Burada qaldı 122. 122-nin içində 7 dəfə çıxdım 112. Burada qaldı 10. 27-ni 16-ya bölürəm. Bir dəfə çıxdım 16, qaldı 11. İndi hərflərlə göstərəcəyik. 1 olduğu kimi qalır. 11 B deməkdir. 10 da A deməkdir. Olur 1 B A. O da olur Y variantı. 1 A, 2 B, 3 Y. Növbəti, onluq say sistemində verilmiş 223 ədədinin ikilik say sistemində yazılışında iştirak edən sıfırların sayı birlərin sayından 2 dəfə çoxdur. Bu da mexaniki bir səhvli olubdur üzrlü sayın. 2 üstü 23 olaraq qeyd olunmalıydı bu. 2 üstü 23 ədədində isə yadınıza saxlayın. Əgər onluq say sistemində hər hansısa bir ədədi 2-nin qüvvət kimi yaza bilirsinizsə, bunu dənə-dənə 2-yə bölüb sıfırın birinin sayını tapmağa ehtiyac yoxdur. Bir mənalı olaraq bilməliyik ki, qüvvəti qədər 0 var, bir dənə 1 var. Bu heç vaxt dəyişmir. 2 üstü 75 ədəd də versəydi, 75 dənə 0, bir dənə 1 götürəcəkdik. İndi sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur deyək. 23 dənə 0 var, bir dənə 1 var. Dəfə dediyinə görə bölürəm. Eləyir 23 dəfə. İkilik ədədi onluq say sistemində necə yazılır? İkilikdən onluğa keçirik. Yenə də sağdan sola doğru ədədləri düzürəm. 1 vuraq 2 üstü 5, 32. Sıfırları silirik. Üstə gəl. 1 vuraq 2 üstü 4, 16. Üstə gəl. 1 vuraq 2 üstü 3, 8. Üstə gəl. 1 vuraq 2 üstü 0, 1. Bunları da toplasaq edəcək 57. Cavab olur B variantı. 8 üstü 6 onluq ədədinin 16-lıq say sistemindəki təsvirinin ilk rəqəmi ilə bu ikili ədədin cəmini tapın və nəticəni onluq say sistemində göstərin. İndi əvvəlcə görək, bu onluq ədədi 16-lıq say sistemində təsvir edəndə ilk rəqəmi nə olacaq? Bunun 16-lıq say sistemində təsvir etmək üçün gəlin bunu 2-nin qüvvəti kimi yazaq. 8 2 üstü 3-dür. 2 üstü 3-ün üstü 6. Elədi 2 üstü 18. Bunun 6-lığa keçmək üçün 2 üstü 4-ə bölə-bölə gedəcəm. 2 üstü 4-ə bölə-bölə gedəcəm. 2 üstü 4-ə bölsəm, burada üstlər çıxılır, əsasda eyni olduğuna görə qalır 2 üstü 14. 2 üstü 14-ü 2 üstü 4-ə böləndə 2 üstü 18 edir, burada qalır 0. 2 üstü 14-ü 2 üstü 4-ə böləndə burada qalır 2 üstü 10. 2 üstü 14-dən 2 üstü 14 çıxanda 0 qalır. 2 üstü 10, 2 üstü 4-ə böləm 2 üstü 6, çıxıram 2 üstü 10, burada qalır 0. 2 üstü 6-nı 2 üstü 4-ə böləm, burada qalır 2 üstü 2, 2 üstü 6-nı çıxıram 0 qalır. 2 üstü 2, 2 üstü 4-ə bölünmür ki, xeyr. 2 üstü 2 neçə deməkdir? 4 deməkdir. Deməli, ilk rəqəmi 4-ümüş. Bunu belə də eləyə bilərsiniz. Əgər əsaslar eynidirsə də və sıfırların məsələn və ya ilk rəqəminiz nə olduğunu tapmaq tələb olunursa, 18-i 4-ə bölürsünüz. 4 dəfə tam düşür deyə 4 dənə 0 yazılır. Görürsünüz, 1, 2, 3, 4 dənə 0 yazıldı. 4 dəfəndə 16-da, yəni 18-in 16-sı getdi. 4 dəfə tam düşdü. Neçə qalıq qalır? 2 qalıq qalır. 2 üstü 2 də onun ilkin rəqəmidir. Yəni qalan qalıq ilkin rəqəmidir. Bunu da onluğa keçək. Yenə də sağdan sola doğru. Bu formada nömrələyirəm. 0 getdi. 1 vuraq 2 üstü 4, 16. 1 vuraq 2 üstü 2, 4. 1 vuraq 2 üstü 1, 2. 1 vuraq 2 üstü 0, 1. Toplasaq eləyəcək 23. 23-ün də üstünə 4 gələndə eləyəcək 27. Yenə də bir uyğunluğu müəyyən edin məsələsi. Deməli, bu 16-lıqdadır, bu 10-luqdadır. Bunların hər ikisini onluğa gətirməyə çalışırıq. Baxın, bu tərəfi onluğa gətirəcəyik normal qaydamızdan. Üzərini nömrələyəcəyik və əsas müvəffiq qüvvətinə vuracağıq. Bu tərəfdə ya bilmənalı olaraq bilməliyik ki, onluq say sistemində 2, 8, x yazılışı 200 üstə gəl, 80 üstə gəl, x deməkdir. Əgər onu bilmirsinizsə və yadınızda saxlaya bilmirsinizsə necə ifadə edəcəyinizi, onda bunun da üzərini nömrələyib onluğa keçə bilərsiniz. Yəni, eyni nəticəni alacaqsınız. İndi gəlin keçək. 0, 1, 2. 1 vuraq 16 üstü 2, 16-nın kvadratı 256. X vuraq 16 üstü 1, 16 üstü 1, 16 deməkdir. X-ə vururam 16x. 16 üstü 0, 1 deməkdir. 9-a vururam 9.
bərabərdir. 2, 8x bu 283 ədədidir. Ona görə onu 200 üstəgəl 80 üstəgəl x kimi yazdım. Dediyim kimi, əgər belə yaza bilmirsinizsə, üzərini nömrələyin, onluğa keçmə qaydasını tətbiq edin. Sadələşdirirəm. 265 üstəgəl 16x bərabərdir. 280 üstəgəl x. Məşğullar bir tərəfə, məlumlar bir tərəfə. 16x çıxar x bərabərdir. 280 çıxar 265. 15x bərabərdir. 15-ə x bərabərdir 1. Tapdıq ki, birinci uyğun gəlir C variantı. İndi ikincini yoxlayıram. Üzərinə 0, 1, 2, 3, 4, 5, 6, 7 yazdım. Sıfırları sildim. Sıfırlarla işim yoxdur. 2 üstü 7 vuraq 1. 2 üstü 7 128'dir. 128 vuraq 1 eləyir 128. 1'i vururam 2 üstü 6. 2 üstü 6 64. Üstə gəlirəm. Bu bilmirəm nədir. X-i vururam 2 üstü 3'ə. Bərabərdir 192. Baxıram, bunları toplasam 192 üstə gəl 8x bərabərdir 192. 8x bərabərdir 0, x bərabərdir 0. Deməli, burada 0 yazılır. 2 oldudur. Bunu da yenə də ya onluğa keçin, ya da bilməliyik ki, onluq yerdə yazan 10 bıraq x üstə gəl 5'dir. Burada da onluğa keçəcək 0,1 yazıb. Yazıram indi. 10x üstə gəl 5 bərabərdir 2 vurulsun 16 üstü 1, 32, x vurulsun 16 üstü 0, x. Məşğullar bir tərəfə, məlumlar bir tərəfə. 9x bərabərdir 27, x bərabərdir 3. Bu da oldu bu. 1-dir, 2-dir, 3-dir. Növbəti sualımız. Belə bir ədədlər verilibdir. Onluq ədədlərin cəmini ikilik yazılışında olan birlərin cəmini tapın. Əziz tələbələr, iki qayda göstərəcəm burada. Ya bunun hamısını toplamalısınız və onu 2-yə bölə-bölə getməlisiniz. Toplamanın bir asan qaydasını göstərim sizə. Məsəl üçün, 1-in üstə 2 gəlib 3, 3-ün üstə 4, 7, 7-ün üstə 8, 15 belə getməkdənsə, eyni bir ədədin üzərinə eyni bir ədədi gəlib çıxanda üçün dəyişmir. Yəni, buraya 1 üstə gəl yazıram. Buradan da 1-i çıxıram. Gəldim, çıxdım, heç nə dəyişmədi. 1-in üstə 1 gəlirəm 2, 2-in üstə 2, 4, 4-ün üstə 4, 8. Görürsünüz, hər dəfə 2-yə vura-vura gedir. 8-in üstə 8 gəldim, 16. 16 üstə 16 gəldim, 32, 32 üstə 32 gəldim, 64, 128, 256, 512, 512 üstə 512 gəldim, 1024, 1024 ilə 1024'ü topladım, 2048, ondan da 1 çıxdım, qaldı 2047. İndi gəlin birinci növbədə 2047-ni bölə-bölə gedək. Yəni, bu hissəni tanıyayım. Deməli, 2047-ni 2-yə bölürəm. 1023. Bu da qaldı 1023. 1023 2-yə vururam, 2046. Çıxdım, qaldı 1. 1023 2-yə bölürəm, 511. 1022 çıxdım, 1 qaldı. 511 2-yə bölürəm, 255. 510 çıxdım, 1 qaldı. 255'i 2'ye bölürəm. 127, 254 çıxdım, 1 qaldı. 2'ye bölürəm. 63, 126 çıxdım, 1 qaldı. 2'ye bölürəm. 2'ye bölürəm. 31, 62 çıxdım, 1 qaldı. 2'ye bölürəm. 15, 30 çıxdım, 1 qaldı. 2'ye bölürəm. 7, 14 çıxdım, 1 qaldı. 7-ni 2'ye bölürəm, 3, 6 çıxdım, 1 qaldı. 3'ü 2'ye bölürəm, 1, 2 çıxdım, 1 qaldı. Neçədən 1 oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə 1. Cavabı müəyyənləşdiririk. İndi, heç özümüzə bu qədər əziyyət vermədən sizə çox qısa və konkret bir üsul göstərəcəm. Biz ikilikdən onluğa keçmə qaydasını bilirik. İkilikdən onluğa keçən nə alırdıq? Nömrələyirdik, sonra da hər birini vura-vura gedirdik və toplayırdıq. İndi bir dənə bu yazılışı gəlin ikinci qüvvətləri kimi göstərək. 1, 2 üstü 0'dır. 1'ə vurmaq onsuz eşkəni dəyişmir. 2 üstü 1, 1 vuraq 2 üstü 2, 1 vuraq 2 üstü 3, 1 vuraq 2 üstü 4, 1 vuraq 2 üstü 5, 1 vuraq 2 üstü 6, 1 vuraq 2 üstü 7, 1 vuraq 2 üstü 8, 1 vuraq 2 üstü 9, 1 vuraq 2 üstü 10. Əziz tələbələr, görürsünüz, biz üçüncü birdən istifadə elədik. 1, 2,
3, 4, 5, 6, 7, 8, 9, 10, 11-dən. Bu əslində biz bu qabaqdakı ədədləri götürüb yazsaq, onun ikilikdəki təsviri olacaq. Elə bil ki, ikilikdən onluğa keçmə qaydasını tərsinə tətbiq edirik. Onluqdan ikiliyə keçirik. Bunu 2-nin qüvvətləri şəklində göstərərək qabağındakı ədədlərdən təyin edə bilərik. Məsəl üçün, əgər burada 256 ədəd olmasaydı, 208-in qalanı 0 yazacaqdım. Çünki 0-a vurmuşam ki, o burada mövcud olmuyordu. Belə. Bu formada da tapa bilərsiniz. Əgər bu sizə rahat deyilsə, bu şəkildə də tapa bilərsiniz. Sizdən asılı olaraq dəyişə bilər. Belə bir ədəd verilibdir. Kilit say sistemində deyil, hesablayın. Biz heç vaxt kilit say sistemində və ya 16-lıq say sistemində toplama çıxma öyrənməmişik. Ona görə biz bunları onluğa keçib, onluqda toplayıb, sonra da ikiliyə keçəcəyik. Onluğa keçmək üçün 0, 1, 2, burada 0, 1 yazıram. İndi gəlin keçək. 1 vuraq 2 üstü 2, 4. 1 vuraq 2 üstü 1, 2. 0 vuraq 0, 0. 0-ın olsun əhvəl 0-dır. Heç onu yazmağa ehtiyac yoxdur. Bu eləyir 6. 1 vuraq 16 üstü 1, 16. 4 vuraq 16 üstü 0. 16 üstü 0, 1 deməkdir. 4-ə vururam 4. Bu da elədi 20. Bu onsuz da onluqdadır. İndi 6 üstə gəl, 20 üstə gəl, 25 cəmini tapıram, eləyir 51. Tapdığım cəmi 2-liyə keçəcəm. 2-liyə keçmək üçün 2-yə bölə-bölə gedirəm. Böldüm 2-yə 25. Çıxdım 50, qaldı 1. 2-yə böldüm 12, çıxdım 24, 1 qaldı. 2-yə böldüm 6, 12 çıxdım 0 qaldı. 2-yə böldüm 3, 6 çıxdım 0 qaldı. 2-yə böldüm 1, 2 çıxdım 1 qaldı. 1, 1, 0, 0, 1, 1. Cavab olur D variantı. İmtihanda iştirak etmiş 210 dənə tələbədən bu qədər imtahandan keçibdir, neçə tələbə keçə bilməyibdir. Gəlin bunu onluğa keçək və ümumi tələbə sayından çıxaq ki, görək neçəsi keçə bilməyibdir. Onluğa keçmək üçün 0, 1, 2, 3, 4, 5, 6, 7 kimi nömrələyirəm. 0 olanları sildim. 2 üstü 7 vuraq 1, 128. 2 üstü 5 vuraq 1, 32. 2 üstü 4 vuraq 1, 16. 2 üstü 3 vuraq 1, 8. 2 üstü 0 vuraq 1, 1. Bunları toplayası olsaq, bizə verəcək 185. 185 tələbə keçmişdir. Neçəsi keçə bilməyib, onu tapmaq üçün 210-dan ümumi tələbə sayından keçənləri çıxacam. Orada da qalacaq 25 dənə tələbə. Onluq say sistemində verilmiş ədədləri kilit say sistemində müəyyən edin. Yəni bunların hamısını ikiliyə keçəcəm. 87-ni 2-yə bölə-bölə gedirəm. 43, çıxdım 86, qaldı 1. 2-yə bölürəm 21, çıxdım 42, qaldı 1. 2-yə bölürəm 10, çıxdım 20, qaldı 1. 2-yə bölürəm 5, çıxdım 10, qaldı 0. 2-yə bölürəm 2, çıxdım 4, qaldı 1. 2-yə böldüm 1, çıxdım 2, qaldı 0. Necə oldu? 1, 0, 1, 0, 1, 1, 1. Sağdan sola doğru yuxarıdan aşağı düzülür. Belə bir yazılışa uyğun gəlir D variantı. 83-ü bölək indi. 2-yə bölürəm 41. Çıxdım 82, qaldı 1. 2-yə bölürəm 20. Çıxdım 40, qaldı 1. 2-yə bölürəm 10. Çıxdım 20, qaldı 0. 2-yə bölürəm 5. Çıxdım 10, qaldı 0. 2-yə bölürəm 2, çıxdım 4, qaldı 1. 2-yə bölürəm 2-yə bölürəm 1, çıxdım 2, qaldı 0. Düzürəm 1, 0, 1, 0, 0, 1, 1. Baxıram ona uyğun B variantıdır. İndi 106-nı bölürəm. 53 dəfə çıxıram 106, qalır 0. 53-ü 2-yə bölürəm 26 dəfə, çıxdım 52, qaldı 1. 26-nı 2-yə bölürəm 13 dəfə, 26 çıxdım, qaldı 0. 13-ü 2-yə bölürəm 6 dəfə, 12 çıxdım, qaldı 1. 6-nı 2-yə bölürəm 3 dəfə, 6 çıxdım, qaldı 0. 3-ü 2-yə bölürəm 1 dəfə, çıxdım 2, qaldı 1. Sağdan sola doğru yazıram 1, 1, 0, 1, 0, 1, 0. 1, 1, 0, 1, 0, 1, 0. Buna da uyğun gəlir Y variantı. 1D, 2B, 3Y. Keçdik növbəti sualımızda belə bir ədəd verilibdir. Onluq say sistemində, D16-lıq say sistemində. Çevirdikdə alınan sıfırların sayını tapın.
8-i gəlin bunu ümumiyyətlə 2-ci qüvvət kimi göstərək. 8-i yazsam 2 üstü 3 üstü 14. Üzərində 14 yazılıb. 2 üstü 42. İndi budur. Ya 2 üstü 16 nə deməkdir? 2 üstü 4 deməkdir. Ya 2 üstü 4-ə bölə-bölə gedərsiniz. Orada sıfırdan sayını taparsınız. Ya da bayaq asan bir üsul demək istə. Dedim 42-ni 4-ə bölürsünüz. Neçə tam düşürsə o qədər sıfır var. 42-ni də 4-ə böləndə 10 tam neçəsə düşür. Biz də 10 dənə sıfırı götürürük. Belə bir ifadə verilibdir. Deyir, bu əməli ödəyən ən kiçik əsasdan say sistemində 110 ədədinin onluq say sistemində neçəyə bərabər olar? İndi gəlin görək bu hələ hansı say sistemindədir. Say sistemi bilmədiyimə görə x yazacağam. 0-1'ləri yazdım çünki onluğa keçib hesablamalıyım. İndi gəlin 5 vuraq x üstü 1, 5x. 2 vuraq x üstü 0. Nə olur olsun? Onun üzəri 0, 1 verir. 1 2'ye vuram 2. 1 vuraq x üstü 1, x. 0'a vurdum, bonusda yoxa çıxdı. Bərabərdir. 6 vuraq x üstü 1, 6x. 2 vuraq x üstü 0, 1 2'ye vururam 2. İndi 6x üstə gəl 2 bərabərdir 6x üstə gəl 2. Yadınıza saxlayın. Əgər bu formada eynilik alsanız, onda ən minimal ədəd burada olan maksimal ədədin 1 artığıdır. Yəni, ən kiçik əsasdan say sistemini soruşursa, onda bunu 7 götürəcəksiniz. Niyə 6 götürmürük? Çünki burada 6 istifadə olunur. İstifadə olmuş ən böyük ədədim 6-dır deyə ondan bir dənə böyük götürürəm. Çünki bilirik ki, mən 6-lıq say sistemində 6-dan istifadə edə bilmərəm. 7 götürdümü, deməli 110 ədədini 7-lik say sistemi kimi götürüb 10-luğa keçəcəm. Gəlin keçək. Üzərinə 0, 1, 2 yazıram. 1 vuraq. 0-ın altı getdi. 1 vuraq 7 üstü 2, 49. 1 vuraq 7 üstü 1, 7. Bunu da toplasam eləyəcək 56. Verilmiş 8-lik say sistemində 51 və 26 ədədlərinə uyğun 2-lik say sistemindəki ədədləri tapın. Ya bu ədədləri 10-luğa keçib 10-luqdan 2-liyə keçərik, ya da ki 4-2-1 qaydasından 8-likdən 2-liyə keçərik. Gəlin birini 10-luqdan keçib gedək, birini də 4-2-1-lə keçək. Birincini məsələn 10-luğa keçək. Üzərinə 0-1 yazdım. 5 vuraq 8 üstü 1, elədi 40. 1 vuraq 8 üstü 0, 1-dir, 1-ə vururam 1. Oldu 41. Mən bunu 10-luqda tapdım. 2-liyə keçmək üçün 2-yə bölə-bölə gedəcəm. 2-yə bölürəm 20 dəfə. Çıxdım 40, qaldı 1. 20-ni 2-yə bölürəm 10 dəfə. Çıxdım 20, qaldı 0. 10-u 2-yə bölürəm 5 dəfə. 10 çıxdım, qaldı 0. 5-i 2-yə bölürəm 2 dəfə. 4 çıxdım, 1 qaldı. 2-ni 2-yə bölürəm 1 dəfə. Çıxdım 2, qaldı 0. 1, 0, 1, 0, 0, 1. Hələ ki uyğun gələn B-dir. Gəlin kənara yazaq. 1, 0, 0, 1. İndi digərini də gəlin 4, 2, 1 ilə keçək. 2-nin altını yazdım. Yazam 4, 2, 1, 4, 2, 1. Hansının cəmi 2 verər? Bir dənə 1-in. Qalanlarını 0 yazam. Hansının cəmi 6 verər? 4 ilə 2-nin. Bunun altına 1 yazam, qalanına 0. 0, 1, 0, 1, 1, 0. Bu tərəfdə yazılan bu sıfırın heç bir önəmi yoxdur. Yəni, bu variantda verilməyə də bilər. Ona görə bunu 1, 0, 1, 1, 0 kimi götürəcəm. Baxıram, buna uyğun gələndə həqiqətən B variantıdır. Düzgün cavab olur bu. Hesablayın deyir. Belə bir ifadə veribdir bizə. Z2-nin 1, 1, 1, 1 olduğunu göstərir. Yəni, yazılır budur. Üstünə gəlir. Yerinə 7 yazıb. Yəni, 8-lik say sistemində 7 verilibdir. Və bizə bunu onluqda hesablamağımız tələb olunur. Eləcə gətirib yerinə qoydum. Onluğa keçmək üçün 0, 1, 2, 3 formada nömrələyirəm. 1 vuraq 2 üstü 3, 8. 1 vuraq 2 üstü 2, 4. 1 vuraq 2 üstü 1, 2. 1 vuraq 2 üstü 0, 1. 7 vuraq 8 üstü 0, 1-dir, 7-yə vururam 7. Bunların hamısını toplayası olsam, mənə verəcək 22. Cavab olur Y variantı. Deyir, verilmiş yazılardan hansılar doğrudur? 2-lik say sistemində ancaq 0-1 istifadə olunmalıdır. Bu düzdür. 8-lik say sistemində 8 ilə 9 olmaz. 2-lik say sistemində 2 olmaz. 16-lıq say sistemində 6, 1, 6 istifadə olunur. 16-ya götürüb 16 kimi baxmayın. Bu 6, 1, 6 deməkdir. Onluqda da 298 yazılır. Düz. Düz olanlar oldu. 1, 4, 5. Belə bir məsələmiz var. Deyir, meyvə bağında bu qədər alma, bu qədər armud, bu qədər gəval və albalı ağacı var. Bağda cəmi 63x say sistemində ağac var.
ağacların sayının hansı say sistemində verilir və bağda necə ağacın olduğunu onluq say sistemində ifadə edin deyil. Gəlin edək. Hamısını toplayacağım. 30x-lıq say sistemində 21, 5, 4 bərabərdir 63x. Bunların hamısını onluğa gətirməyə çalışacağım. 0, 1, 0, 1, 0, 0, 0, 1. 3 vuraq x üstü 1, 3x. 0 onsuz da yoxa çıxır. Bunu hesablamamıza ehtiyac yoxdur. 2 vuraq x üstü 1, 2x. 1 vuraq x üstü 0. Nəyin olur olsun? Üzəri 0 bizə 1 verir. 1 də 1'ə vururam 1. 5 vuraq x üstü 0, 5. 4 vuraq x üstü 0, 4. 6 vuraq x üstü 1, 6x. 3 vuraq x üstü 0, 3. Sadələşdirək. 3x üstü 2x gəlirəm 5x. Bunları toplasam 10. Bu deyir 6x üstə gəl 3. Məchul bir tərəfə, məlum bir tərəfə. 6x çıxaq 5x bərabərdir 10 çıxaq 3. X bərabərdir 7. Deməli 7'lik say sistemindəymiş. İndi 63'ü gəlin 7'likdə hesablayaq. 0, 1 yazdım. 6 vuraq 7 üstü 1. 7'də 6'ya vururam 42. 3 vuraq 7 üstü 0, 1 deməkdir. 3'ə vururam 3. Oldu 45. Deməli 7'lik say sistemində 45 dənə ağacım var imiş. Belə bir ikilik say sistemində və 8'lik say sistemində dədlər verilibdir. Deyək ikilik say sistemindəki cəmi neçə rəqəmdən ibarətdir. Gəlin bunları onluğa keçə hesablayaq, sonra 2'liyə qaytararıq. 0, 1, 2, 3, 4, 5. Sıfırları silirəm. 2 üstü 5, 32. 2 üstü 4, 16. 2 üstü 2, 4. 2 üstü 0, 1. Mən bunları toplayası olsam, bizə verəcək 53. Bunu tapdıq. Sonra 0, 1, 2 yazıram. 1 vuraq 8 üstü 2, 64. 2 vuraq 8 üstü 1, 8 üstü 1, 8'dir. 2'yə vururam 16. 7 vuraq 8 üstü 0, 8 üstü 0, 1 deməkdir. Onu da 7'yə vururam 7. Bunu da toplayası olsaq, bizə verəcək 87. 87'nin də üstündən 53 gələsi olsaq, bizə verəcək 140. Yəni 140'ı 2'liyə keçirik. 70 dəfə 140 çıxdım, 0 qaldı. 72'ye bölürəm 35 dəfə, 70 çıxdım, 0 qaldı. 2'ye bölürəm 17 dəfə, 34 çıxdım, 1 qaldı. 2'ye bölürəm 8 dəfə, 16 çıxdım, 1 qaldı. 2'ye bölürəm 4 dəfə, 8 çıxdı, 0 qaldı. 2'ye bölürəm 2 dəfə, 4 çıxdı, 0 qaldı. 2'ye bölürəm 1 dəfə, 2 çıxdım, 0 qaldı. 1, 2, 3, 4, 5, 6, 7, 8. Neçə rəqəmdən ibarətdir? 8 rəqəm. Belə bir ikili ədəd verilirsə, yaddaşda deyil neçə bayt yer ayrılar. Yadda saxlayın ki, ikili ədədlərdə bilirsiniz ki, 2 üstü 1-də hər bir simvol 1 bit yer tutur. 1 bit. Gəlin əvvəlcə simvolları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 simvol varsa 16 bit yer tutacaq. Baytdan soruşduğuna görə bitdən bayta keçəndə bilirik ki, kiçikdən böyüyə keçəndə bölürük. Bitlə bayt arasında fərq 8 qədərdir. 16'nı 8'ə böləcəm, eləyəcək 2 bayt qədər yer tutar. Növbəti sualda bu şərti ödəyən x-in ala biləcəyi qiymətlərin sayını müəyyən edin deyil. Gəlin hamısını onluğa keçək. 0, 1, 2, 3, 4, 0, 1 yazıram. Sıfırları sildim. 2 üstü 4, 16. 2 üstü 1, 2, 2 üstü 0, 1. Topladım, bu mənə verdi 19. 1 vuraq 16 üstü 1, 16. 6 vuraq 16 üstü 0, 6. Bu da elədi 22. Heç bir bərabərlik şərsi yoxdur ki, belə bir ədəd verildi. Deyək x hansıları ala bilər. X ala bilər 20, 21. Sayını deyil, 2 dənə. Əgər hər hansı bir bərabərlik olsaydı burada, onda 22'ni götürərdik və ya iki tərəfdə də olsaydı 19'da götürərdik. Onluq say sistemində verilmiş 55 ədədini 2'liyə, 8'liyə, 16'lıq say sistemlərində uyğun gələn ədədlərini müəyyən edin. Yəni 55'i 2'liyə, 8'liyə və 16'lığa keçəcəyik. 55'i 2'yə bölürəm. 27 dəfə 54 çıxdım, 1 qaldı. 2'yə bölürəm 13 dəfə 26 çıxdım, 1 qaldı. 2'yə bölürəm 6 dəfə 12 çıxdıq, 1 qaldı. 2'yə bölürəm 3 dəfə 6 çıxdıq, 0 qaldı. 2'yə bölürəm 1 dəfə 2 çıxdım, 1 qaldı. Yazılmalıydı 1, 1, 0, 1, 1, 1. Uyğun gəlir D. 8'liyə keçirəm. 55'i 8'ə bölürəm 6 dəfə. 48 çıxdım, 7 qaldı. 6 8'ə bölünmür ki? Xeyr. Bu formada götürürəm, olur 6, 7. İkinci olur B.
55-i 16-lığa keçirəm. 16-ya bölürəm 3 dəfə. 48 çıxdım, 7 qaldı. 3 16-ya bölünmür? Xeyr. Yenə də sağdan sola doğru götürürəm. 3, 7. Üçüncüyə doğru 1-dir, 2-dir, 3-dür. Deyir, 60 nəfər 16-lıq say sistemində verilib rəqəmimiz. Turist yarıya bölünərək şəhəri qrup şəklində gəzməyə başladı. Hər qrupdan neçə turistin olduğunu ki, say sistemində ifadə edin. Elə bil ki, bunu 10-luğa keçəcəm. Onu yarıya böləcəm. Sonra da tapdığım ədədi ki, say sistemində ifadə edəcəm. Gəlin əvvəlcə görək bir bu 10-luq say sistemində neçədir. 6 vuraq 16 üstü 1, 16 üstü 1 16-dır. 6-ya vuram 96. 0 da 10-sa 0-dır. Deməli 96 dənə turistim var. Bu 96 dənə turist yarıya bölünüb şəhəri gəzməyə başlayıbdır. Yarıya bölürəm, yəni yarısı bir qrupda olub, yarısı digər qrupda. Eğil 48. Deməli hər bir qrupda 48 dənə turist olub. Və məndən bunu ikilikdə təsvir etməyimi istəyir. Ona görə 48-i 2-yə bölə-bölə gedəcəm. 24. Burada 48 çıxıram. 0 qalır. 24-ü 2-yə bölürəm. 12. 24 çıxıram. 0 qalır. 12-ni 2-yə bölürəm. 6. 12 çıxdım. 0 qaldı. 6-nı 2-yə bölürəm. 3. 6 çıxdım. 0 qaldı. 3-ü 2-yə bölürəm. 1. 2 çıxdım. 1 qaldı. 1, 1, 0, 0, 0, 0. Uyğun gəlir. B variantı. Növbəti sualımızda say sisteminin əsasını soruşur bizdən. Üzərini 0, 1 kimi nömrələyərək 10-luğa keçib hesablamamı aparıb x-i tapacam. 7 vuraq x üstü 1, 7x. 3 vuraq x üstü 0, 3. 5 vuraq x üstü 1, 5x. 1 vuraq x üstü 0, 1. Bərabərdir. 1 vuraq 8 üstü 2, 64. 4 vuraq 8 üstü 1, 8 üstü 1, 8-i 4-ə vururum, 32. 4 vuraq 8 üstü 0, 4. Gəlin məhcullarla məlumatları ayıraq. 12x üstə gəl 4 bərabərdir 100. 12x bərabərdir 96. X bərabərdir 8. Deməli, bu ilə 8 hissə sistemindəymiş. Uyğunluğu müəyyən edin. Hər bir ədədə uyğun yaddaşda tutduğu yeri tapacağıq. 8-ci say sistemində bilirik ki, hər bir simvol 3 bitiyə tutur. 16-lıq say sistemində hər bir simvol 4 bitiyə tutur. 10-luqda da 2 qüvvət arasına salıb üstü böyük olanı götürürük. İndi 3 bitdirsə, 3 dənə simvol varsa, 3 dəfə 3, 9 bit. Biri oldu D. Hər bir simvol 4 bitdirsə, 1, 2, 3 dənə simvol, 4-ü vururam 3-ə, 12 bit. Bu da oldu B. 888 ədədi 512 ilə 1024 ədədlər arasında yerləşir. Söhbət 2-nin qüvvətlərindən gedir. Və mən böyük olanı götürəcəm. 1024 də 2 üstü 10-dur. Yəni, bu ədəd bütövlükdə yaddaşda 10 bit yer tutur. Onu götürüb 3-ə vurub, burada 3 yazmağa çalışmayın. 10-luqda ədəd bütövlükdə tutur yaddaşda yeri. 1-dir, 2-dir, 3-cür. 26 aşağıdakılardan hansı deyil cüt ədəddir? Yadınızda saxlayın. Əgər sizdə ki, say sistemində belə ədədlər verilibsə, sonu 0-la bitən cütdür. Sonu 1-lə qutaran təkdir. Bu nəyə görə belə olur? Səbəbini də izah edim sizə. Çünki bu ədədləri biz 10-luğa keçəndə sağdan sola doğru dedik nömrələyirik. Və sonda həmişə bu əsasın üstü 0 qalır. Bu da bizə 1 verir. 1-i də 1-ə vuranda cavab yenə 1 alınır. Və mən hansı cüt ədədin üstünə 1 gəlsəm, bunun cavabı həmişə tək verəcək. Nə bilirik ki, mən cütün üstünə gəlirəm bu 1-i. Çünki burada 2-nin qüvvətlərindən söhbət gedir. 2-nin qüvvəti bizə heç vaxt tək ədəd verməz. Və mən də cütün üstünə 1 gələn kimi avtomatik onu təkə çevirirəm. Ona görə burada 0 olanı götürürəm ki, cavabım cüt olsun. Deyil verilmiş ədədlərdə artan sıra ilə düzün. Gəlin 10-luğa keçək, sonra da artan sıra ilə düzək. 0, 1, 0, 1 nömrələyirəm. 1 vuraq 16 üstü 1, 16 üstə gəl. 5 vuraq 16 üstə 0, 5. Belədir 21. 1 vuraq 8 üstü 1, 8. 5 vuraq 8 üstü 0, 5. Bu dərədə 13. Deməli, A oldu 21, B oldu 13, C oldu 15. Artan sayla düzürəm. B, C, A. Cavab olur Y variantı. Bir hesablamanın nəticəsi 16-lıq say sistemində neçə olar? Biz heç vaxt 16-lıqda toplamırıq. 10-luğa keçirik. Sonra tapdığımız 16-lığa qayıdarıq. 2 vuraq 16 üstü 1, 32. 5 vuraq 16 üstü 0, 5. 1 vuraq 16 üstü 1, 16. 9 vuraq 16 üstü 0, 9. Bunları toplayası olsaq, eləyəcək 62.
Sonra da bunu 16-ğa keçəcəyik. 62-ni 16-da bölürəm. 3 dəfə çıxdım 48, bu da qaldı 14. 14 y deməkdir. Olur 3, y. Cavab olur D variantı. İkilik sayı sisteminin ən kiçik 5 rəqəmli ədədi ilə 16-lıq sayı sisteminin ən böyük 2 rəqəmli ədədinin cəmini 10-luq sayı sistemində təsvir edin. İkiliyin ən kiçik 5 rəqəmli ədədi bir ardında 4 dənə sıfırdır. 16-lığın ən böyük 2 rəqəmli ədədi isə FF-dir. Baxın, 9 yazmayın. F hərfi olsa da 16-lıqda bir dəyər ifadə edir, bir rəqəmi ifadə edir. Bu 16, bu da 2. Üzərini nömrələyərək gəlin onluqda keçib hesablayaq. 0, 1, 2, 3, 4. Sıfırlar getdi. 1-i vururam 2, 3, 4, 16. Qalan hamısı sıfırda, heç bir işim yoxdur. F bilirik ki 15 deməkdir. 15, 16 üstü 1-ə vuranı eləyir 240. Üstü gəlirəm, 15, 16 üstü 0-a vururam, eləyir 15. Bunları toplayası olsam, eləyəcək 271. Cavab olur 271. Qeyd əməliyyatının doğru olduğu sayı sistemində yazılmış ən böyük rəqəmli ədədin yaddaşda tutduğu yeri hesablayın. Gəlin görək bunun doğru olduğu sayı sistemi hansıdır? X kimi götürürəm. 0, 1, 0, 1, 0, 1 kimi nömrələyirəm. 4 vuraq x üstü 1, 4x. 9 vuraq x üstü 0, 9. 2 vuraq x üstü 1, 2x. 8 vuraq x üstü 0, 8. 7 vuraq x üstü 1, 7x. 1 vuraq x üstü 0, 1. 1 vuraq x üstü 0, 1. 6x üstə gəl 17 bərabərdir 7x üstə gəl 1. X bərabərdir 16. Tapdım ki, bu 16-lıq sayı sistemindəymiş. Bunun ən böyük rəqəmli ədədi dedik FF. 16-lıqda hər bir simvol yaddaşda 4 bit yer tutur. İndi 2 dənə simvol varsa 4 bit bu, 4 bit də bu. Yaddaşda tutdu 8 bit qədər yer. 8 bitdə bilirik ki, 1 byte deməkdir. Deməli, yaddaşda 1 byte qədər yer tutar. Beləliklə, bu dərsimizdə sayı sistemlərinə aid 30 sualı izah ilə birlikdə ətraflı şəkildə tanış olduq. Mövzu ilə bağlı suallarınız olarsa şərh bölməsində yaza bilərsiniz. Məmnuniyyətlə cavablandıraram. Videomu faydalı hesab etdinizsə kanala abunə olmağı və yeni dərslərdən vaxtında xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi unutmayın. Növbəti dərsimizdə isə Computer One-un texniki təminatını birlikdə öyrənəcəyik. Növbəti videoda görüşənədək sağ olun.